Məsələn, Peyğəmbər deyir ki, təxattəmu bil aqiq. Təxattəmu, yəni vurun da, xətm edin, eləyin, üzüyü. Aqiq yəni ki, aqiq üzüyü vurun. Hədisi yaxşı. Harada qeyd olunub? Deməli, mənbələr çoxdur. Məsələn, burada var, usul kafda qeyd olunub. Savabul Əmal kitabında var. Şeyx Kuleyni, Şeyx Saduq və hədisi məşhur hədisi. Yəni, əqiq üzüyü taxın. Təxattəmu, yəni xətm eləyin. Yəni, üzüyünüz, xətm oxumuşuq axı. Xətm üzüyü, bilməsi üzüyüdür. Əqiq yəni ki, əqiq üzük vurun barmağınıza. Müstəhəbdir və mühəddislər, hədis alimlər bunu qəbul eləyirlər. Amma bəzən deyirlər ki, Peyğəmbər səfərlərinin birində öz sahabələrinə belə bir xitab edib. Nədir o? Hədis budur. Təxayyəmu. O nə demək ki? Təxat. Nöqtə. Altı üstü dəyişir məna. Təxayyəmu. Xeymə. Edin bil aqiq. Aqiq vadisində xeymə edin. Çıxırlar səfərə, Mədinə yaxınlığında bir məntəqə var. O ki, təxayyəmu, xeymələndirin, xeymə edin. Bura məskunlaşın, bura xeymə qurun. Hartası Peyğəmbər bil aqiq, aqiq adlı məntəqədə. Və aqiq də bilir ki, üzüydür. İndi biz üzüyü taxaq, müstəhəbdir. Yoxsa Peyğəmbər olar deyir ki, bu məntəqədə siz nə eləyin? Məskunlaşın. Deməli, bir t hərfinin, y hərfinin dəyişik düşməsindən görə hərəsi mənası dəyişir. Yaxşı, bunlar biz deyil, nə eləyək, nə şürə? Yaxşı, hansı qəbul? Hansı qəbuldur? Hansı yollarla biləcək ki, bu hədis qəbuldur? O üçün mən deyəm ki, hələ hər hədisi oxuyaq, onu məsələn üçün özümüzə uyğun yozaq. Düzgün bir şey deyil. Bəzən Quran-ı ayə göstərirlər. Ayə danışır, mən indi gəlir zehnimə, mən təxminə belə məzmun deyim də. Dərs bitdi, bu bitirək inşallah. Məsələn, biz onlara görüşdürdük. Belə bir ayə var. Bu müəyyən tarixə aiddir. Bu ayəni o saqqalına bant bağlayan bəzi incə-mincə dindarlar və belə özlərini belə çox üzr istəyirəm hamımızdan belə bəzi özünü yüngül aparan bəzi o müəyyən xanımlar, dindar deyək. Onları paylaşırlar dini səhifələrdə. Eşq, məhəbbət, ürək, mürək, bir dənə məsələn dini mahnı bu ayəyə yazırlar. Deyirlər ki, yəni sənlə məni Allah qovuşdurdu. Bədbəd, ayə sənə aiddir. Ayə nəyidir orada? Mən ayə təxmin edirəm. Belə bir təxmin ayəmiz var. Ayəni fırlayırlar öz şəxsi məsələlərindən. Ki, bu bununla bu görüşdü. Çünki Allah deyir ki, biz onları görüşdürdük. Ayə baxmazsa, ayə ümumidir, xüsusidir, nədir bu, nasixdir, mənsuxdur, təfsir nədir, təvili nədir, məntuqu nədir, kimə aiddir, nə demək istəyir. Və belə ayələr bəzi halı hər hədisləri də. Belə şəxslərə uyğun. Yəni, dini, və belə şey var da, bu da bitirirəm. Hələ tənqiddir də, nöqsanımızdır. İstər ilahiyyatımızın çıxışları olsun, o ki, danışıq qadın, kişi məsələlərdən, deyək, qəşək romantik mahnı qoyurlar, paylaşanda. Qəşək belə, nə bilim, fon-mon ilə düzəldirlər, qəşək romantik mahnı, indeski, tureski mahnı qoyurlar. Yəni, o ruhanın danışığın elə bəzi düzürlər ki, bizim çox təəssüf, bizdə, biz dindarda, yəni, eşq, məhəbbət, düzü alə, sevmə, bu lazımdır. Amma sevgi barəsində olan hər bir hədisi hələ fırlayıb yozmaq lazım deyil. Qadın-kişi dostluğuna, qadın-kişi əlimdə səmimiliyinə, münasibətlərlə, yaşıl işıq ünvanında. Belə şey olmaz. Dində qadağan olan şeylər var, bəli. Yəni, o tipli hədislər, bəlkə fikrimi izah edəmirəm sizə, o tipli hədisləri sırf eşq, məhəbbət, sevgiyə yozmaq olmaz. Baxmaq lazımdır. Hədis var, ailə hüquqlarından, kişi hüququ, qadın hüququ, bunlar məlumdur. Yəni, hədisi öz bir mənaya yozurlar ki, məhz bu, Allah bunları görüşdürdü. Görsəm, Allahla məni, deməli, səhə görüşdürüb, bu aya əsasən. Və məsələn, gəlibdir ki, bir dənə oğlan özündən böyük xanımı sevib, ailə qurmaq istəyir. Xanım, bəs mən səndən böyüyəm. Məsələn, əvvəl ailədə olmuşam. Deyir, nə olsun? Peyğəmbər özündən böyük Xədicə almadı. Nə olsun? Əvvəl Xədicə ərdə olmamışdı.
özü müdafiə etmək üçün və xanımı üzrsən belə əldə etmək üçün saxta hədisi özünə götürür silah. Harda yazıb Xədicə əvvəlcə ərdə olub? Harda yazıb Xədicənin 40 yaşı varmış, Peyğəmbərin 25. Saxta hədislərdən sui-istifadə edib, xan baxır ki, hə, məsələn içində mömin də məallatmaz. Peyğəmbərin həyatından sui-istifadə edib qadına təsir etmək üçün. Halaldır bu. Necə bu halal deyil, sui-istifadə? Ailələrdən də eləmək sui-istifadə, şəxsi mənfəət üçün, şəxsi məsələlərinin o məsələlərin buna yozulması üçün sui-istifadə edirlər. Baxın, TikTok'a doludur. Bir də hər hansı bir dəyərli ruhanimiz ilahiyyətcə peşmandır bir dənə bir qadın kişi hüququndan danışsın. Həmin dəqiqə kəsilər, dəqiqə romantik mahnı, fon, elə belə, nə bilim də, o çıxışı sevgiyə ünvanlayırlar. Fakt hədis başqa şeydən danışır. Danışır ailə hüquqlarından. Nan ki, qız elə, qız belə filan. O tipdə bəzi yüngülləşirlər ki, bu da həqiqətən yaxşı bir hal deyil. Allah haqqımızı xeyirli eləsin. Amin. Allahümme salli ala Muhammed və ala Muhammed və accil faracahum.